Xalq şairi Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Bu barədə reporta şairin köməkçisi Arif Mehmandost məlumat verib. Onun sözlərinə görə Nəriman Həsənzadənin müalicəsi reanimasiyada davam etdirilir. Vəziyyəti ağır, stabil olaraq qalır. Sumqayıt Dövlət Dram Teatrının aktrisası əməkdar artist Xatirə Süleymanovanın səhhətində problem yaranıb. Bu barədə teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib. Onun sözlərinə görə aktrisa xəstəxanaya yerləşdirilib və tibbi müayinələrdən keçirilir. Mədə-bağırsaq sistemi ilə bağlı diaqnoz qoyulub. Xüsusilə bağırsaqlarında problemlər aşkarlanıb. Hazırda həkim nəzarəti altındadır və əlavə müayinələr aparılır. Həkimlər onun yaxın günlərdə əməliyyat olunacağını bildiriblər deyə Vidadi Məmmədov qeyd edib. İsmayılı rayonunda bədbəxt hadisə baş verib. Rayonun Qubaxəlili kənd sakini 2003-cü il təvəllüdlü Rəvan Məhərrəmov su kanalında batıb. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin dalğıc xilasediciləri əraziyə cəlb edilib. 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Raqif oğlunun meyidi dalğıc axtarış qrupu tərəfindən sudan tapılıb çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.